Surxay bəy, gözlədiyimizdən də pis oldu. İşlər tamam qarışıb. Ne olub yenə? Rəvan harasa hücum eləyib? Yox, Turab, Fəqanın oğlu, gecə meyidin tapıblar. Ne danışırsan sen? Bəlkə Rəvan edib? Bıçaqlanıb, bilmirəm. Şəhərdə səsküy qopub Surxay. Nəhlət olsun. Fəqan indi yaralı heyvan kimidir. Bu Rəvanın tərzi deyil. Çox peşəkar işə oxşuyur. Nəzarətdən çıxıb bütün planımız alt üst olacaq. Ortalıq çox qarışacaq Surxay bəy. Biz neyniyəcəyik? Sən niyə Tural izləmirdin? Mən sizə qulaq açıb Rəvanın addımlarını izləyirdim. Mənə verilən əmri icra eləmişəm. Mənə vəhanə gətirim əfərsiz. İndi vəziyyətdən çıxmağımızı düşünməliyik. Aslanı tap gətir. Görək vəziyyətdən necə çıxırıq. Görək Fəqanın planı nədir? Nə edəcək? Rədd ol! Get dediyimi elə! Baş üstə Surxay bəy.